Ramiz müəllim bu ağrıları çəkən, bu xalqın həmişə dərdini, sərini çəkən gözəl şairimizdir. Mən elə hesab edirəm ki, bu şeiri birbaşa elə Ramiz bəyə ünvanlayıram. Bu xalqı oyadıb nə edəcəksən? Hər yeri dağ-dağdır, yanıq-yanıqdır. 1000 dəfə cəhənnəm odundan çıxıb. Kim nə ad qoyubdu, qəbul eləyib, dəyişib, əzəli adından çıxıb. Mənim ürəyimi oxşamır daha, bu vətən duzundan, dadından çıxıb. Qoy necə yatıbsa eləcə yatsın, onsuz da dünəni yadından çıxıb. Bu xalqı oyadıb nə edəcəksən? Başını qatmağa oyuncaq olsun, oynayıb tirdə yatacaq. Bunu ki, bu qədər uyuşturublar, lap olsa şir oğlu şir də yatacaq. Qulaq kəsiləcək moizələrə, gedib nəzir qoyub pirdə yatacaq. Oyatma, gözünün qadasını alım, gərnəşib təzədən bir də yatacaq. Bu xalqı oyadıb nə edəcəksən? Naşükür deyil ha qara günlərə, qara qopuzunu çalıb dözəcək. Aylıq maaşına kəfən pulundan zaddan nə versələr alıb dözəcək. Həyatı zəhərdən acı olsa da şirin xəyallara dalıb dözəcək. Bəxti gətiribdir dözüm sarıdan, çul kimi nə qədər tapdalasalar başını aşağı salıb dözəcək. Bu xalqı oyadıb nə edəcəksiniz?